Fərdi təhsil, Evdə evdə təhsil. təhsil. Evdə təhsil. Evdə 20 gündən artıq xəstəxana şəraitində davam edən. Stasionar. Ayşə stasionardır. Bəs deyirik ki, müxtəlif səbəblər təhsildən kənarda qalıb, sonra gəlib sərbəst imtahan verib öz attestatını filanını alır da, bax belə desək. Sərbəst. Ayşə, məsələn ki, bəs deyirik, səviyyəni də tez başa vura bilər. Səviyyəni tez başa onu bilmədim. O da sərbəst eksperimentdir da. Məsələn, 4-cü sinifdən 5-ci sinifə, 5-dən 6-ya o qaydada keçə bilər. Bəs dedi ki, hansındadır ki, müəllimə, istedadlı var, hər hansı bir olimpiyadaya, yarışa hazırlaşır, dərs keçirik onu. Dərs keçirik, əyani formada keçirik də. Hə, keçirik, amma necə keçirik? Fərizə müəllimə, buyur görək. Fərdi formada. Fərdi müəllimə. Ayşə, fərdi formada, bəli. Bəs deyirik, 21 gündən artıq xəstəxana şəraitində davam edən. Stasionar. Ayşə, stasionarda çox sağ ol, bağlaya bilərsən. Var olasan. Səsləri zəhmət olmasa, kənar səsləri bağlansın. Sağ ol, Jalə müəllimə. Fərizə müəllimə, aç səs zəhmət olmasa. Bəli, müəllimə. Təhsil hüququmuz, axşamı xeyir olsun nənə. Təhsil hüququmuz sayaq? Təhsil hüququmuz hər kəsin təhsil alma, onu deyirsiniz müəllimə. Hər kəsin 42-ci bölməsində hər kəsin təhsil almaq hüququ var. Dövlət deməli minimum təhsil standartını verir. Bəli. Sonra başqa nə var idi orada? Başqa nə var idi? Deyirik, xüsusi istedadı var. Dövlət nə edirdi onu? İstedadı olan şəxsləri təmin edir də təhsillə dövlət tərəfindən. Yəni dövlət tərəfindən, bəli. Yəni belə deyək, maddi vəziyyətindən asılı olmayaraq, xüsusi istedadı varsa dövlət belə deyək, boynuna götürür, onu oxudur, bax belə desək. Sonra xüsusi təhsillə təmin olunmalıdır var. Təhsilə dövlət